Afaq Bəşirdəz əməliyyatı olunub. Onu bir neçə tədbirdə belə izlədim. Düz o tədbirdə deyildim, amma izlədim. Çətinlik çəkirdi yeriməyə. Həyat yoldaşı belə qoluna girirdi, kömək edirdi. Ona dəstək olurdu da belə çox ağır-ağır yeriyirdi. Bəli, uzun müddət rayonlarında yaranan sağlamlıq problemlərinə əziyyət çəkən xalq arzusu görkəmli sənətkar Afaq Bəşirdəz onurğa nahiyəsindəki sıxılma ilə əlaqədar cərrahi əməliyyatı keçirib. Amma uğurlu olub əməliyyatı. Təbii ki, media artıq açıqlama verib, artıq ayağa qalxaraq yeriyə bildiyini deyib və müalicəsində iştirak edən həkimlərə minnətdarlığını bildirib. Məlumata görə əməliyyat riskli olsa da, həkim də açıqlama verdi ki, çox riskli əməliyyatdır, amma bacardığımız qədər peşəkarlığımızı göstərdik ki, Afaq xanımı incitməyək, Afaq xanım sağ-salamat ayaq üstə dursun, yeriməyə bacarsın. Əməliyyatdan sonra aparılan müayinələr zamanı hər şeyin qaydasında olduğu, aktrisanın ayaqlarının normal hərəkət etdiyi də bildirilib. Təbii ki, yenə də deyirəm ki, həkimə açıqlama verib. Allah sizə şəfa versin, Afaq xanım.